Sevginin mətbəxindən hər kəsə salam. Bu gün sizlərə bir neçə dəqiqəyə möhtəşəm bir kokteyl hazırlayacağam. Əgər siz də belə gözəl kokteyl hazırlamaq istəyirsinizsə, videonu sonadək izləyin. Gəlin indi hazırlanma qaydası ilə tanış olaq. İlk öncə bananları soyub yaxşıca doğrayırıq. Daha sonra isə yuyulub təmizlənmiş çiyələkləri doğrayıram. Hazırladığım ərzaqları ard-arda blenderə əlavə edirəm. Kokteylimizin daha da gözəl dadması üçün bir paket vanil əlavə edirəm. Ən sonda isə soyuq süd əlavə edirəm. Və blenderimizi çubuqda işlədirik. Və budur artıq kokteylimiz hazırdır. 5 dəqiqəyə möhtəşəm bir kokteyl hazırladıq. Ən sonda isə kokteylimizin üzərinə şokolad qırıntıları əlavə edirik. Əgər bəyəndinizsə, kanalıma abunə olaraq mənə dəstək olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşənədək.